Azərbaycanda ən aşağı pensiya alan 10 rayon hansılardır? Pensiya məbləği həmin rayonlardakı sosial vəziyyəti də göstərir. Çox bölgələrdə çətin coğrafiya, iş yerlərinin məhdudluğu, zəif infrastruktur, gənclərin axınla paytaxta və xarici ölkələrə köçməsi yaşlı insanların vəziyyətini daha da ağırlaşdırır. Yerin Qulağı kanalı bu dəfə rayonlardakı vəziyyəti pensiya məbləğini nəzərə alaraq araşdırıb. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bugün sizə Azərbaycanda ən aşağı pensiya alan 10 rayon haqqında geniş və real mənzərə təqdim edəcək. Hər rayonun yalnız rəqəmlərini deyil, orada yaşayan insanların gündəlik həyatının hansı problemlərlə üzləşdiyini də izah edəcək. Bu siyahı 5 maddəni nəzərə alaraq hazırlanıb. Bu rayonların hamısında orta pensiya məbləğinin aşağı olması təsadüfi deyil. İşsizliyin yüksək olması, gənclərin miqrasiyası, kənd təsərrüfatının aşağı gəlirliliyi, xidmət və sənaye sektorunun zəif inkişafı, sosial infrastrukturun qeyri-bərabər olması. Budur, ən aşağı pensiya alan 10 rayon. 10-cu yerdə Şəki rayonu gəlir. Şəki Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən biridir. Lakin turizmin yaratdığı gəlirin böyük hissəsi mövsümidir və hər kəsə çatmır. Pensiya məbləği 418 manatdır. Dağlıq ərazilərdə yaşayan çoxlu kənd var. Bu kəndlərdə yaşlılar üçün nəqliyyat, bazara çıxış, səhiyyə xidmətləri əlverişli deyil. Kənd təsərrüfatı burada əsas gəlir mənbəyidir. Tütüncülük, fındıqçılıq, maldarlıq. Lakin bu sahələrin gəlirləri aşağıdır və yaşlı insanların özləri də bu işlərdə iştirak edə bilmir. Şəkidə gənclərin ən böyük problemi iş tapmağa bilməməkdir. Bu səbəbdən onların çoxu Bakıya, Rusiyaya, Türkiyəyə gedirlər. Geridə isə əhalinin ən həssas hissəsi yaşlılar qalır. Onlar çox zaman tək yaşayır və yeganə sabit gəlir mənbəyi pensiyadır. 9-cu yer Yardımlı rayonu. Yardımlı Azərbaycanın ən çətin coğrafiyaya sahib rayonlarından biridir. Dağlar, sıldırım yollar, qış aylarında çətin keçilən kəndlər. Pensiya məbləği 413 manat təşkil edir. Rayonda kənd təsərrüfatı zəif inkişaf edib, çünki torpaqlar dağlıq ərazilərdə yerləşir. Sənaye demək olar ki, yoxdur. Məşğulluq əsasən mövsümi işlərlə məhduddur. Çətindir, risklidir, gəliri də azdır. Bu şərait yaşlı əhali üçün vəziyyəti daha da ağır edir. Onların çoxu uzaq kəndlərdə yaşayır. Həkimə getmək üçün 20-30 kilometr bəzən yol getməyi məcbur qalırlar. Aşağı pensiya ilə yaşam daha çox mübarizəyə bənzəyir. 8-ci yerdə Ucar rayonu gəlir. Ölkəmizin ən kasıb rayonlarından biridir. Ucar Aran bölgəsində yerləşir və həyatı suvarma suyundan asılı olan rayonlarından biridir. Su qıtlığı olan illərdə əkinçilik iflasa uğrayır. Sənaye müəssisələri azdır. Pensiya məbləği 412 manat 55 qəpik təşkil edir. Əhalinin çoxu gündəlik qazanc ilə yaşayan ailələrdir. Məşğulluq bazarında stabil iş tapmaq çətindir. Əmək haqqı səviyyəsi aşağı olduğu üçün pensiya yaşına çatmış insanlar ailə büdcəsinə dəstək ola bilmir. Əksinə, ailə onları dəstəkləməli olur. Rayonda gənclərin miqrasiyası geniş yayılıb. Çoxu paytaxta gedir və ya xaricdə çalışır. Buna görə kəndlərdə əsasən yaşlı insanlar qalır və onların sosial ehtiyacları da getdikcə artır. 7-ci yer Astara rayonu. Azərbaycanın ən gözəl təbiətə malik rayonlarından biri olan Astaranın iqtisadiyyatı əsasən çayçılıq, sitrus bağları və balıqçılığa söykənir. Amma bu sahələrin də gəlirləri stabil deyil. Pensiya məbləği 411 manat 75 qəpik təşkil edir. Rayonun ucqar kəndlərində yol, qaz, içməli su kimi sosial problemlər hələ də mövcuddur. Bu isə yaşlı insanların gündəlik həyatını daha da çətinləşdirir. Astara turizm potensialına malik olsa da, turizmdən gələn real qazanc geniş əhali kütləsinə çatmır. Yaşlı nəsil isə adətən kənd təsərrüfatı məhsullarını satmaqla dolanır və bu sahədə də gəlir çox aşağıdır. 6-cı yerdə Zaqatala rayonu gəlir. Zaqatalada fındıqçılıq, arıçılıq və meyvəçilik geniş yayılıb. Amma bu işlər əsasən mövsümi xarakter daşıyır. Pensiya məbləği 411 manat 47 qəpik təşkil edir. Yaşlılar üçün ən böyük problem tək qalmaqdır. Gənclərin böyük hissəsi Rusiyaya gedir. Bu səbəbdən rayonda sosial yükün böyük hissəsi yaşlıların üzərinə düşür. Zaqatalaların dağ kəndlərində yaşayış daha çətindir. Həkimə, aptekə, bazara çıxış uzun məsafələr tələb edir. Aşağı pensiya bütün bu problemlər fonunda əhalinin real həyatını daha da çətin edir. 5-ci yer Masallı rayonu. Masallı uzun illərdir ki, əmək miqrasiyası ilə tanınır. Ailə üzvlərindən biri Rusiyada və ya başqa ölkələrdə işləməsə, gəliri təmin etmək çətindir. Pensiya məbləği 411 manat 44 qəpik təşkil edir.
Rayonun kənd təsərrüfatı əsasən tərəvəzçilik və maldarlıqdan ibarətdir. Ancaq bazar qiymətləri aşağı olduğu üçün gəlir də çox deyil. Masallıda yaşlı əhali sosial yardım və ailə dəstəyi olmadan demək olar ki, yaşaya bilmir. Pensiya məbləğinin aşağı olması burada ən çox hiss olunan problemlərdən biridir. 4-cü yerdə Biləsuvar rayonu gəlir. Su problemi Biləsuvarın əsas sosial-iqtisadi çətinliklərindən biridir. Suvarma sistemləri zəif olduğu üçün kənd təsərrüfatının məhsuldarlıq aşağıdır. Pensiya məbləği 411 manat 30 qəpik təşkil edir. Rayonda iş imkanları məhduddur. Xidmət sektoru və sənaye az inkişaf edib. Yaşlı əhali çox zaman yalnız pensiya ilə yaşayır və bu məbləğ gündəlik tələbatı belə tam qarşılamır. Xüsusilə kəndlərdə əhali çətin dolanır. 3-cü yer Ağdam rayonu. Ağdamın sosial-iqtisadi vəziyyəti çox spesifikdir. Bölgə yenidən qurulur. İnfrastruktur formalaşır. İnsanlar tədricən öz evlərinə qayıdır. Pensiya məbləği 410 manat 92 qəpik təşkil edir. Bu mərhələdə daimi iş yerləri hələ də məhduddur. Xidmət sektoru yeni inkişaf edir. Köçmüş insanlar arasında yaşlılar çoxdur və onların pensiyası bəzən yeganə stabil gəlir mənbəyi olur. Yenidən qurma dövrü sosial həyatı daha da çətinləşdirir. 2-ci yerdə Xızı rayonu gəlir. Xızı əhalisi az olan və sərt təbiəti ilə seçilən bir rayondur. Pensiya məbləği 409 manat 59 qəpik təşkil edir. Küləkli iqlim, quraqlıq, kənd təsərrüfatına yararsız torpaqlar iş imkanlarının çox az olmasına səbəb olur. Rayonda sənaye yoxdur, xidmət sektoru inkişaf etməyib. Əhali əsasən maldarlıqla məşğuldur. Yaşlı insanlar üçün bu şərait xüsusi və çətinlik yaradır. Həm gəlir azdır, həm də gündəlik ehtiyaclar baha başa gəlir. Və 1-ci yer. Azərbaycanda ən aşağı pensiya alan rayon Balakən rayonudur. Pensiya məbləği 405 manat 58 qəpik təşkil edir. Sərhəd bölgəsi olması səbəbindən iqtisadiyyat tam yerli resurslara əsaslanır və bu resurslar yüksək gəlir gətirmir. Əhalinin böyük hissəsi fındıqçılıq, balıqçılıq, tütüncülük kimi sahələrdə mövsümi çalışır. Rayonun əsas problemi gənclərin kütləvi şəkildə başqa ölkələrə işləməyə getməsidir. Bu isə yaşlı nəsli tək qoyur və onlar yalnız dövlət pensiyasına bağlı olaraq yaşayırlar. Aşağı pensiya fonunda kommunal xərclər, qida məhsullarının qiyməti və kənd şəraitində yaşamaq daha da ağırlaşır. Ümumilikdə isə ən aşağı orta aylıq pensiya məbləği Şəki Zaqatala iqtisadi rayonunda qeydə alınıb. Bu rəqəm 413 manat 87 qəpik təşkil edir. Ən yüksək orta aylıq pensiya isə Bakı şəhərindədir. Cari ilin 9 ayında paytaxtda bu göstərici 740 manat 24 qəpik təşkil edib. Bakıdan sonra ən yüksək pensiya alanlar Naxçıvan sakinləridir. Burada orta aylıq pensiya 506 manat 1 qəpik təşkil edib. Hesabat dövründə Abşeron Xızı iqtisadi rayonunda orta aylıq pensiya məbləği 448 manat 36 qəpik səviyyəsində qeydə alınıb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.